Axşamınız xeyirli olsun, dəyərli komanda. Sizləri xoş gördük. Bugün sizlərlə mən, kampaniyanın peşəkarı Aydan Şıxıyeva. Bugün həmişəki mövzulardan danışacağıq, amma biraz başqa bir formatda. Yəni birbaşa məhsuldan, birbaşa biznesdən, satışdan yox, bizim işimizin daha çox bizə mənəvi baxımdan qazandırdıqlarından danışacağıq. Şükürlər olsun ki, biz müsəlman olaraq bu dünyaya gəlmişik və bizim həqiqətən də çox e, gözəl bir dinimiz var və İslam dininin bizə verdikləri, bizə öyrətdikləri e, o qədər dəyərlidir ki, bu bizim işimizdə də özünü göstərir, özünü biruzə verir. İstəyirəm söhbətimə Peyğəmbərimizin, Peyğəmbərimiz Muhammed Peyğəmbər Salavatullahın kəlamı ilə başlayaq. Peyğəmbərimiz buyurub ki, halal ruzi qazanmaq Allahın vacib buyurduğu əməllərdən biridir. Necə ki namaz, necə ki oruc, necə ki vacib digər ibadətlər kimi halal ruzi dalıca getmək də Allahın vacib buyurduğu əməllərdəndir. Baxın, ümumiyyətlə bilmirəm, indi aramızda yenilər də var, köhnələr də var. Bir ay, bir il, nə bilim 10 il, müəyyən bir müddət ərzində bu şirkətlə əməkdaşlıq eləyən insanlar var. Və əgər siz bugün bu Zoom-dasınızsa, deməli, siz bu biznesdə qalmağa, burada nailiyyətlər əldə eləməyə qərarlı insanlarsınız. Mən özüm 9 ildir bu şirkətlə əməkdaşlıq eləyirəm və bu müddət ərzində özümə sual verirəm ki, həmişə məni bu biznesdə təbii ki, bir neçə səbəblər var, amma ən çox mənə cazib gələn səbəblərdən biri budur ki, deyərdim ki, biri və birincisi budur ki, mən insanlara faydalı olduqca özümü bir insan kimi daha, necə deyim, xoşbəxt hiss edirəm, həqiqətən. Yəni, əgər söhbət təkcə, yəni, bilmirəm, bu sualı özünüzə vermisinizmi, verməmisinizmi, bu barədə ümumiyyətlə dərindən oturub fikirləşmisinizmi, düşünmüsünüzmü ki, mən bu biznesdə niyə varam? Niyə mən bu işlə məşğulam? Niyə mən bu şirkətdəyəm? Bu sualı əgər verməmisinizsə özünüzə, biraz bu barədə Zoom-dan sonra oturub dərindən düşünərsiniz. Kimisə mikrofonu açıqdır. Bir dəqiqə. Aha. Bu barədə bir dənə fikirləşərsiniz dərindən. Yəni elə belə yox. Əməli başlı təfəkkür edərsiniz bu mövzuda. Baxın, əgər halal ruzi dalı ilə getmək Allahın vacib əməlidirsə, bugün hamı şəbəkə biznesi ilə məşğul deyil ki. Hamı evindən çıxır, çörəyinin dalıyca gedir. Halal harama baxmayan adam gedir, amma halal marağında olan adam da təbii ki, halal ruzisinin dalıyca gedir. Çətinliklə, hər necəsə bir yolla evinə çörək gətirir. Düzdür? Mən digər işimlə müqayisə eləmək istəyirəm. Yəni, mənim bilənlər bilir, mənim digər işim mənim üçün ən dəyərli peşə müəllimlik peşəsi idi ki, yəni uşaqlıqdan mənim meylim var idi, həvəsim var idi, sevərək, istəyərək bu peşəyə yiyələnmişdim və gözəl də peşədir. Yəni hələ də o düşüncədəyəm ki, müəllimlik ən üstün peşədir, çünki bütün sahələri öyrədən yenə də müəllimdir. Düzdür? Və bir müəllim olaraq mən faydalı bir işlə məşğul idimmi? Bəli, məşğul idim. Halal ruzimin dalıyca gedirdim, savab qazanırdım, Allahın əmrinə əməl eləyirdim, bəli, eləyirdim. Amma biraz da ağıllı adam, biri var Allahın razılığı, razı qaldığı bir işlə məşğul olsan. Bir də var ki, çox razı qaldığı. İndi niyə o müəllimliklə müqayisə edirəm? Deyəcəm, aydın olacaq sizə fikrim. Baxın, mən müəllim kimi fəaliyyət göstərəndə, düzdür, çörək qazanırdım, öz sevdiyim peşə ilə məşğul idim, amma Allahın verdiyi bu can əmanət ki var, buna bir növ xəyanət edirdim. Hətta Allahın mənə verdiyi ən dəyərli resurslardan biri zamanıma belə xəyanət edirdim. Yəni, o zaman müddətində, orada sərf elədiyim zaman müddətində mən
ondan qat-qat daha faydalı işlər görə bilərdim. Amma özümü orayla məhdudlaşdırmışdım və öz canıma, sağlamlığıma xəyanət edirdim. Çünki bildiyimiz kimi, yəni aramızda müəllim olanlar varsa bilirlər ki, müəllimlik olduqca məsuliyyətli və çox çətin bir peşədir. İnsandan çox böyük enerji və çox böyük sinir sistemi tələb eləyən bir peşədir. Yəni insanın əsəbləri korlanır. Bu da təbii ki, getdikcə onun səhhətinə çox ciddi təsir göstərir. Amma mən biraz ağıllı oldum. Təbii ki, rəhbərlərimin sayəsində və mən daha ağıllı bir, daha faydalı bir işin dalı ilə getməyə başladım. Yəni digər işimdə də Allahın razılığı var idi. Əgər mənim məqsədim, mənim niyyətim Allahın razılığını qazanmaqdırsa, digər işimdə də bu var idi. Amma müəyyən qədər. Yəni görünən tərəf bu idi ki, hə, mən halal ruzi dalı ilə gedirəm, pul qazanıram, çörək qazanıram. Hə, Allah məndən razıdırmı, sevirmi? Sevir. Amma daha yaxşısı var axı. Daha yaxşısını qoyub niyə prosta yaxşısını, yəni sadəcə yaxşısı ilə məşğul oldum ki? Niyə daha yaxşısı deyirəm? Çünki mən bu biznesə gələndən sonra mənim düşüncə tərzim tamamilə dəyişdi. Həyata baxışım tamamilə dəyişdi. Mən başa düşdüm ki, bu həyatda, yəni sözdə yox, sözdə hamı deyir ki, can sağlığı ən gözəl nemətdir, yəni can çox dəyərli bir şeydir. Amma mən daha yaxşı başa düşdüm ki, bu can ki Allahın əmanətidir. Mən başqa hansı bir işlə məşğul olsam, yəni bu şirkətdən savayı, mən öz canımın sağlamlığına bu gün qulluq elədiyim kimi qulluq eləyə bilməyəcəm. Sizə misal çəkim. Məsələn, mənim komandamda elə insanlar var ki, məsələn, dünən aktiv fəaliyyət göstərən adamlardan biri olub, bugün yoxdur. Necə yoxdur? Müştəri olaraq var. Amma o dünənə kimi ki, aktiv şəkildə fəaliyyət göstərdi və burada pul qazanırdı. O qazandığı pulla da öz istədiklərini rahatlıqla ala bilirdi. Hansı ki, indi onlara həsrətlə baxa qalır. Çünki o vəziyyət, o maddi durum imkan vermir ki, o istədiyi kimi müəyyən səbəblərdən uzaqlaşır da, belə deyək ki. Amma məhsulları sevir axı, məhsulların qəşəng nəticələrini görüb axı. Ona görə bugün o məhsulları istəyir, istədiklərini vaxtı-vaxtında alıb özünü, ailəsini təmin edə bilmir. Amma mən burada işləməklə, yəni buradakı qazancımla özümün də, övladımın da, ailəmin də, valideynlərimin də sağlamlığını belə deyək də qoruya bilirəm. Burada çalışmağımla. Daha yaxşıdır bu iş digər işimdən. Əlbəttə ki, daha yaxşıdır. Daha ağıllı seçimdirmi? Bəli, daha ağıllı seçimdir. Yəni burada Allahın daha çox razılığı varmı? Bəli. Çünki mən burada sağlamlığımı da qorumuş oluram. Digər bir tərəfdən, məsələn, mən öz üzərimdən misal çəkəcəm bugün. Müəllim olaraq mən hər hansısa bir uşaqlara, tutaq ki, təlim, tərbiyə verilsə, məhdud sayıdaydı da. Amma mən şəbəkə biznesi ilə məşğul olaraq, əslində burada da öz fəaliyyətimi davam elətdirə bilirəm. Çünki dünən öz rəhbərlərimdən, öz liderlərimdən öyrəndiklərimi bugün komandama öyrətməklə zaten biz müəllimlik edirik burada. Yəni öz bildiklərimizi ötürürük. Daha çox insana bugün məsələn mən bu işə başlamışamsa, bugün mən təkəm. Bir nəfərəm. Amma sabah mən 100 nəfər ola bilərəm. Bir ildən sonra mən 1000 nəfər ola bilərəm. 5 ildən sonra mən 10.000 nəfər ola bilərəm. Yəni daha böyük kütləyə çıxa bilirəm mən bu işlə məşğul olmaqla. Daha çox insana faydalı ola bilirəm mən bu işlə məşğul olmaqla. Əgər mən bugün hər hansısa bir insanın sağlamlığındakı problemi həll edərək bu məhsullarla o insanı canını rahatlaşdırıb xoşbəxt eləyirəmsə, onun xeyir duasını alıramsa, mən burada təkcə pul qazanmış oluram. Əlbəttə ki, yox. Yeni dualar, qəşəng dualar, yeni dostlar, yaxşı insanlar əhatəmə yığıram. Bugün mən daha çox insana əlimi çatdıra bilib, o insanlarla münasibət yaradıb, o insanları komandama gətirməklə daha çox insanları xoşbəxt eləyə bilirəm. Yəni, belə deyək də, vasitəçi ola bilirəm. Xoşbəxt eləyən Allahdır, ruzi verən Allahdır təbii ki. Sadəcə Allah mənim vasitəmlə mənə belə bir fürsət verir ki, mən bu fürsətdən istifadə edib digər işimdən daha çox insanlara faydalı ola bilirəm.
Ki, burada da Allahın razılığı daha çoxdur. Yaxşı. Bu məsələnin bir tərəfi. Mən bugün biraz məqsədim dini xutbə demək deyil, amma biraz e, çünki həqiqətən də hansı pəncərədən baxsaz bizim işimizə, maşallah olsun bizim komanda digər komandalardan bir çox şeylə seçilməklə bu Allaha olan inancı ilə, nə bilim, bu dində olmağı ilə da fərqlənir. Ona görə komandamızın çoxluğunu nəzərə alıb, təbii ki, hər birimiz də müsəlmanıq da. Nə gözəl olar ki, Allah kəlamı eşidək, peyğəmbər, onun əhl-i-beytinin bizim işimizə dair dediklərini eşidək. Burada mənə elə gəlir ki, pis heç nə yoxdur. Bayaq da dediyim kimi, peyğəmbərimiz buyurub ki, halal ruzi dalıca getmək Allahın vacib buyurduğu əməllərdəndir. Allah sevir. Yəni öz məsuliyyətlərini dərk eləyib, öz həyat məsuliyyətlərini dərk eləyib, hərəkətə keçən insanları Allah sevir. O demək ki, Allah bizi sevir. Çünki biz hər gün günə başlayanda, ümumiyyətlə bir şey deyim ki, günə başlayanda necə ki, hər namazda biz niyyətimizi yeniləyirik, hər namazın öz niyyəti var da, namaz qılanlar bilir. Hər namazda biz öz niyyətimizi yenilədiyimiz kimi, hər günə başlayanda da gözümüzü açan kimi Allaha şükr eləyib, ardınca da öz niyyətimizi təzələməliyik. Xatırlamalıyıq ki, biz bugün hansı məqsəd üçün oyanırıq. Həyata Allah bizi gətirdi təzədən. Hər yuxudan oyanış həyata yenidən gəlmək deməkdir də. Yəni bugün mən nə üçün varam? Bugün mən dünyaya nə verə bilərəm? Bugün mən neçə insanı xoşbəxt eləyə bilərəm? Neçə insana faydalı ola bilərəm? Bugün mən niyə oyandım vəbşi? Bir dənə bu barədə fikirləşib, öz niyyətini təzələyib, qəşəng enerji ilə, pozitiv abu-hava ilə oyanıb, belə deyək də, ova çıxmalıdır ki, mən görəsən neçə insana faydalı olacam bugün. Deməli, İmam Cəfər Sadiq buyurub ki, kim özünü və ailəsini ehtiyacsız etmək üçün evindən çıxarsa, ruzi dalıca gedərsə, Allah yolunda cihad edən şəxs kimidir. Allah yolunda cihad eləmək çox böyük əməllərdən biridir. Təsəvvür edin ki, öz ailəsi üçün, özü üçün evindən çıxan, halal ruzi dalı ilə gedən adam ona bərabərdir Allahın nəzərində. İmam Baqir əleyhissalam buyurur ki, kim insanlara möhtac olmamaq, ailəsinin dolanışığını təmin etmək və qonşusuna yaxşılıq etmək üçün bu niyyətlə ruzi qazanmaq üçün evindən çıxarsa, bu insan qiyamət günü Allahın qarşısına, Allahın huzuruna ay parçası kimi, çöhrəsi, siması ay kimi parlaq şəkildə Allahın qarşısına gələr. Yəni üzü ağ, alnı açıq bir şəkildə. Bu yaxınlarda Fuad müəllim mənlə Uma xanımla ofisdə söhbət edirdi. Orada bir dənə İmam Cəfər Sadiqdən bir dənə qəşəng hədis dedi ki, çox xoşuma gəldi o mənim. Elə bir ki, necə deyim, adamı yuxudan oyadan, silkələyən bir söhbət oldu həqiqətən də. Sağ olsun Fuad müəllim. Deyir, səhabələrdən biri İmam Cəfər Sadiqə yaxınlaşır, yəni işinə gedir. İmam Cəfər Sadiq də onu tələsdirir. Deyir, öz izzətvə tərəf get. Demir, get işimin dalı ilə get bazara. Deyir, izzətvə tərəf get. Yəni, buradan belə bir nəticə çıxır ki, işləməyən adam, yəni, belə deyək də, Allah ümidinə yaşayan, gözləntisi başqalarından olan adam, əgər ağlı başındadırsa, sağlamlığı yerindədirsə, ayağı yer tutub yeriyə bilirsə, əli bir iş tuta bilirsə, bu adam işləməlidir. Çünki bayaq dediyim kimi vacib əməldir. Yəni, işləməmək, ruzi dalı ilə getməmək insanı zəlalətə aparan bir şeydir. Zəlil eləyir. Həm fiziki baxımdan, yəni hər şeydən elə bir ki, özünü məhrum eləmiş olur da, onun bunun əlinə baxır ki, görəsən kim bugün məni dolandıracaq. Həm də mənəvi baxımdan bu insan çökür. Deyir, izzətvə tərəf get. Yəni, izzətli ol. Yəni, get ruzivin dalıca ki, ona buna möhtac olmayasan. Hətta səhv eləmirəmsə Peyğəmbərimizin yanına biri gəlir, bir nəfər haqqında, qonşusu haqqında danışır ki,
gecə ibadətləri eləyir, ay nə bilim filan yaxşı əməlləri var, bunu eləyir, onu eləyir. Peyğəmbərimiz sual verir ona ki, bəs kim dolandırır onu? Bu ki, bütün ömrünü, gününü ibadətə həsr eləyib, bəs onu dolanışığına kim baxır? Deyir, qardaşı saxlayır. Deyir, get ona denən ki, həmin o adama, qardaşı ondan daha çox savab qazanır. Əgər o ibadət eləməklə niyyəti savab qazanmaqsa, bilsin ki, qardaşı daha çox savab qazanır. Çünki onun belə deyək də təminatı qardaşı tərəfindən olur. Yəni bu qədər ruzi dalı ilə getmək bu qədər vacib və önəmli bir məsələdir. Bir şey də vurğulayım ki, bizim işimizdə bax ola bilər ki, biz insanıq da, yəni insan emosional bir varlıqdır. Biz robot deyilik. Bizim hisslərimiz var, duyğularımız var. Bəzən insan yorula bilər. Ən sevdiyi bir işi görsə belə bəzən yorula bilər. Bu normal bir haldır. Yəni belə hallara yəqin ki, hamı düşə bilir. Kimisi bunu etiraf eləyə bilər, kimisi etiraf eləməyə bilər, kimisi kənardan görünə bilər, kimisində görünməyə bilər. Bu normaldır. Bir dənə bunu başa düşün ki, bu normal bir haldır əslində. Çünki biz insanıq, emosional varlıq, Allah bizə emosiyalar verib, əhval-ruhiyyəmiz yəni dəyişilə bilər. Amma o motivasiyamızın düşdüyü an ki var ha, o ana ki gəldiniz, düşdünüz, hiss elədiniz ki, nəsə yaxşı deyil də vəziyyət. Onda niyyətinizi yadınıza salın, məqsədinizi yadınıza salın. O qoyduğunuz hədəflər, biz niyə deyirik həmişə ki, yəni gözümüzü açıb bu sözləri eşitmişik də ki, öz məqsədlərinizi yazın. O yerlərə yazın, qoyun ki, hardakı görürsüz, daha çox görürsüz. İstəyirsiniz patoloqa yazın, yapışdırın, gözünüzü açan kimi birinci onu görəsiniz. Nə bilim, kravatınızın başına yapışdırın, qapınıza yapışdırın, hardakı çox görürsüz. Mən o vaxtı öhdəlik haqqında bir təlim keçmişdi Fuad müəllim. Orada təlimə qulaq asa-asa, elə yanında ofisdə idim. Yanında qulaq asa-asa götürdüm, kaşokumun içinə yazdım, yapışdırdım ki, mart ayına qədər mən professional olacağam. 2022-ci ilin sonu idi. 23-ün əvvəlindən gedirdi söhbət və doğrudan da mart ayına qədər, fevral ayında mən professional dərəcəsini açdım. Yəni o məqsədi yazmaq, tez-tez xatırlamaq bu qədər mühüm məsələdir. Yəni necə ki o insanları düz yola gətirmək üçün, o yolda saxlamaq üçün Allah Taala bizə Quran nazilliyi böyük bir nemət bizə verib. Həmçində biz öz məqsədlərimizi yazmalıyıq, onu tez-tez görməliyik, yada salmalıyıq ki, biz belə deyək də, sözün həm həqiqi, həm məcazi mənasında öz yolumuzdan azmayaq, məqsədimizi unutmayaq. Vüqar müəllim demişkən, öz məqsədimizin qeyrətini çəkək. Əgər o məqsəd doğrudan da məqsəddirsə, doğrudan da bizi yatanda da, duranda da düşündürən, yandıran, içimizi tərpədən bir məqsəddirsə, o məqsəd yazılmalıdır, mütləq yazılmalıdır ki, və tez-tez oxunulmalıdır, gözümüzün qarşısında olmalıdır. Bizim işimizdə biz hər zaman vurğulayırıq ki, davamlılıq, disiplin çox önəmlidir. Bax, yenə qayıdacam dini məsələyə. Allah hər bir insana bir potensial verir. Hər kəsdə var potensial, amma hər kəsin bir tutumu var da, hər kəsin bir daxili gücü var. Nə qədər bacarırsansa, o qədərini ortaya qoymalısan. Yəni, belə deyim də, sənin qabın nə qədərsə, ondan artığını səndən tələb eləyən yoxdur zaten. Amma Allah Taala buyurur ki, yəni hər gün iş görmək lazımdır. Hər gün insan bir iş görməlidir. Az gör, amma hər gün gör. Yəni Allah Taala davamlılığa bu qədər əhəmiyyət verir. Yenə qayıdıram namaza. Biz namazda hər gün 5 vaxt namaz qılırıq da, düzdür? Eyni sözləri təkrar edirik, eyni hərəkətləri eləyirik. Niyə? Niyə Allah davamlılığa bu qədər əhəmiyyət verib? Niyə deyir ki, hər gün bu işləri gör, hər gün elə? Heç namaz qılanlara sual verirəm də, yəni bu barədə heç düşünmürsünüz ki, Allah niyə bunu məndən istəyir? Bu o qədər təkrar olunmalıdır ki, yəni insanın ruhuna, necə deyim, oturuşmalıdır. Bizim işimizdə də o davamlılıq
uğurun belə deyək də açarıdır. Əgər biz yəni niyə namaz qılırıq? Namaz qılırıq bilirik ki, Allaha yaxın olmaq üçün, təqvalı olmaq üçün. Nəticəsində bilirik ki, Allah Taala bizə nemətlər verəcək də, düzdür? Buna əminliyimiz var ki, bu namazı qılırıq da. Bizim işimizdə də davamlılıq, yəni bizə o əminliyi verməli ki, biz uğura çatacağıq. Bu gün təsəvvür et ki, mən istəyirəm ki, Allah Taala məni mükafatlandırsın sabah qiyamət günü. Bir gün namaz qılıram, 5 gün qılmıram. Amma deyim ki, amma istəyirəm, mən istəyirəm cənnətə düşmək istəyirəm. Sənə yollar deyib də Allah ki, bax bunu elə, bunu elə, bunu elə, bunu elə. Sonra gəl qiyamətdə əbədi cənnətdə xoşbəxt ol da. Amma sən bir gün namaz qılıb 3 gün qılmasan, təzədən 4-cü, 5-ci gün Allah yadıma düşsə bir də getsən namaz qılsan, yəni burada qarantiya yoxdur ki, sən doğrudan da istədiyin, doğrudan da o istədiyin şeylərə çatacaqsan, yoxsa yox. Buna heç Allah yəni demir. İşimizdə də belədir. Bir gün mən qoçaqlaşdım, belə hərəkətə keçdim, 5 nəfərlə danışdım, 3 nəfəri dəvət elədim, nə bilim onu elədim, bunu elədim. Sabah yatım. 2 gün yatım. 3-cü gün bir də ayılım, bir də başlayım nəsə eləməyə. Yəni bəlkə də çataram nə vaxtsa, amma özümün elə bir ki təkərimə çomaq soxuram da, özümü ləngidirəm. Bu işi gör də, hər gün gör. Az gör, eybi yoxdur, amma hər gün gör. O davamlılığın nəticəsində görəcəksən ki, uğura gedirsən. Addım-addım, çox az addımlarla, kiçik addımlarla getsən, amma gedirsən. Eybi yoxdur. Tək ki, hər gün olsun. Yəni, davamlılıq bu qədər mühümdür bizim işimizdə. Yenə deyirəm, o tənbəllik hissi gələndə, nə bilim, yorulduğunuzu hiss eləyəndə, hər hansısa bir səbəblərdən fərqi yoxdur. Hər kəs burada öz məqsədi üçün var. Və hər kəs burada o uğurlara çatanda qazandıqlarını onu bu şirkətə gətirən, onun bu şirkətə zəhmətini çəkən rəhbərlərə heç kim aparıb o uğurlarından, o qazandıqlarından cibinə qoymur da, düzdür? Hər kəs burada öz məqsədi üçün var. Hər kəsin burada öz arzu istəkləri var və uğurları da qazananda hamı özü üçün qazanır da. Ona görə öz məqsədinizi xatırlayıb hərəkətə keçməlisiniz. Digər bir tərəfdən bizim təlimlərimizdə ən çox eşitdiyimiz sözlərdən biri də budur ki, fokus. Düzdür? Bir şeyə fokuslanmaq. Fokus niyə bu qədər mühümdür? Heç fikirləşmisiniz? Bax, ümumiyyətlə insanın son dövrlərdə modern həyat tərzi belə gətirib çıxardıb ki, insanın fikrini, düşüncələrini dağıdacaq çox şeylər var ətrafımızda. Sosial şəbəkələr olsun, nə bilim, seriallar, kinolar, videolar, hətta baxın, fikir vermisiniz Instagram reelslərində, TikTok roliklərində həm qısa videolar düşür kəşfətə, həm də ki, hətta bəzən olur ki, o dərəcəyə çatan insanlar var ki, o 1 dəqiqəlik, 2 dəqiqəlik videoya belə səbri çatıb axıra qədər baxa bilmir. 2x-da baxır, nə bilim, və yaxud da keçirdir, heç axıra qədər hövsələsi çatıb baxmır. Bu bizim psixoloji vəziyyətimizin dəyişkənliyinin göstəricisidir. Yəni bizi bu hala gətiriblər. Biz bu vəziyyətin içindəyik əslində hal-hazırda. Hətta məsələn bir videodur, baxırsan, gülməli bir video çıxır qabağına, gülürsən, ləzzət edir də sənə, kefin açılır. 2-3 dənə videodan sonra bir dənə, nə bilim, hansısa bir bədbəxt hadisə çıxır qabağına, təsirlənirsən, kövrəlirsən, hansısa bir, nə bilim, tanış, nə bilim, şəhidlərin bir videosu çıxır, tutaq ki, baxırsan, kövrəlirsən, ürəyin yanır. Gör, bir neçə saniyə içində insanın emosiyaları dəyişir. Gülürdü, kövrəldi və yaxud da kövrəlmişdi, gülür, abu-hava dəyişir. Yəni, bu qədər bizim fokusumuz dağınıqdır. Və bugünkü gündə də bütün o orada, burada gəzən düşüncələrimiz, fikirlərimiz ki var, təsəvvür edin ki, o qədər çətindir ki, fokusu bir yerə yığmaq. Oradan, buradan yığırsan, gətirsən bir yerə çıxardırsan ki, fokusumu toparlayım, işimə gətirim. Amma yenə deyirəm, əgər məqsəd varsa və o məqsədin görünən tərəfi budur da, filan uğurlara çatım. Görünməyən tərəfində də bir mənəvi tərəfi də var ki, Allahın razılığını qazanım. Allahın məndən istədiyi nədir? Bu vacib əmələ layiqincə riayət eləyim.
budursa əgər əsas məqsəd, onda o necə deyim, lazım gəlsə özünü məcbur eləyir insan. Özünü məcbur eləyir ki, yəni fokusumu yığım bir yerə. Mən başqa işlərdəki kimi deyiləm ki, mən saatlarla işləyim, nə bilim fiziki yorulum. Bizim işimiz zehni işdir, düşüncə işidir. Sadəcə düşüncələrimizi bir yerə toplamaqla, gündəlik bəlli konkret addımlar var ki, onları atmaqla biz yəni müəyyən bir vaxtdan sonra öz istədiyimizə çata bilərik. Ümumiyyətlə insan hara fokuslanırsa, ora diqqəti cəmlənir, istər-istəməz. Diqqət də cəmlənən yerə insan başlayır ora əqli enerji sərf eləməyə. Əgər biz əqli enerji sərf eləyiriksə bir işə, onda orada nəticə, yəni belə deyək də, qaçılmazdır. Nəticə olacaq mütləq. Əgər biz fokuslanırıqsa, bütün diqqətimizi o işə cəmləyiriksə, bütün ora enerjimizi qoyuruqsa, orada nəticə olacaq. Və biz bunu davamlı şəkildə eləyəndə bizim işimizin effektivliyi də artır. Maraqlısı budur ki, bax biz həmişə deyirik ki, öz həyatımızın məsuliyyətini öz əllərimizin içinə almağı bacarın. Ki Allah da bunu istəyir. Allah da belə olanda bizdən razı qalır. Nəinki kiminsə öhdəsinə buraxmaq. Əgər biz qarşımıza məqsəd qoysaq, hər hansısa bir hədəf qoysaq, çətin də olsa o hədəfə doğru hər gün davamlı şəkildə addım atsaq, biz nəticə görəcəyik. Əgər biz bunu öz istəyimizlə, öz iradəmizlə eləməsək, onda həyat elə bir problemlər çıxardacaq bizim qabağımıza ki, çünki insanın bu dünyaya gəlməsində bir məqsəd var da, Allah Taala bizi niyə bu dünyaya gətirib? Bizi yerə ona görə endirib ki, biz özümüz qazanaq Allaha çatmağı. İnsan təkamülə doğru gedir. Görürsüz, insan doğulur, balaca bir varlıq olur, getdikcə böyüyür. Həm fiziki baxımdan, həm əqli baxımdan, həm psixoloji baxımdan, mənəvi baxımdan insan balacadan böyüyə doğru gedir də. Təbiət bu cürdür. İnsan daha yaxşısına, daha gözəlinə doğru fitrətində Allah Taala qoyub ki, təkamülə doğru gedir, kamilliyə doğru gedir və getməlidir də. Ona görə biz özümüz öz istəyimizlə getməsək o inkişafa doğru, həyat bizim qarşımıza elə bir sıxıntılar, elə bir problemlər çıxardacaq ki, döyə-döyə bizi, o ağrılı proseslərdən keçə-keçə döyə-döyə bizi irəli aparacaq. Məcbur. Ona görə yaxşısı budur ki, özümüz öz iradəmizlə, öz ağlımızla, öz istəyimizlə qarşımıza məqsədlər qoyaq, qarşımıza yaxşı niyyətlər, yaxşı hədəflər qoyaq və o hədəflərə doğru hər gün addımlar ataq. Yenə deyirəm, bizim işimizə hansı bir prizmadan baxsan, hansı bir pəncərədən baxsan, hansı səmtdən baxsan, bizim işimiz insanlara fayda verir. Sağlamlıq baxımından mən insanlara fayda verirəmmi? Verirəm. Gəlir baxımından verirəmmi fayda? Yenə də verirəm. Özümün də gəlirimi təmin edirəm. Komandama dəvət elədiyim insanların da və onların sayəsində bir çox insanların da gəlir, hamı belə deyək də bir ruzi qapısı tanıdılır o insanlara ki, gəlin, burada siz həm sağlamlığınızı, həm də ki, gələcəyinizi təmin edə bilirsiniz. Xoşbəxt olursunuz da. Rahat olursunuz da. Yəni iki insan təsəvvür eləyin. Yəni işləmir, zəlil vəziyyətdədir, çətinliklər içindədir, borc xərc içindədir və yaxud da işləyir, çatdırmır. Mən niyə seçim elədim? Mən niyə bayaqdan müqayisə eləyirdim mənim digər işimlə indiki işimi? Oradakı işim nə qədər peşəmi sevsəm də, mən pulsuz işləmirdim ki. Hansı bir peşənin sahibi işini çox sevir deyə xalqa, millətə pulsuz xidmət göstərir? Nə olsun sevirdim? Bəyəm pulsuz işləyirdim? Yox. Zəhmətimin müqabilində bir gözləntim olurdu da. Dövlətdən ki, mənə bu oxumuşam, neçə illər əziyyət çəkmişəm, indi də işləyirəm. Nə üçün? Qazanmaq üçün. Düzdür?
Bəs yaxşı, o qazanc məni təmin eləyirdimi? Yox. Bəs eləsəydi, mən orada qalardımmı? Bu düşüncəyə gələndən sonra qala bilməzdim. İndi məsələn orada gəlir artıb, maaş artıb da 100 dəfə deyirlər, 1000 dəfə deyirlər ki, bəlkə qayıdasan. Heç vaxt qayıtmaram. 4 ildir mən ərizəmi yazmışam, çıxmışam və bir dəfə də olsun, Allah şahiddir bu sözümə ki, bir dəfə də olsun mən qərarımdan peşman olmamışam. Çünki o psixoloji azadlığa ki gəlib çatmışam, o maliyyə azadlığına tam istədiyim qədər də olmasa, çünki hamımız Azərbaycanda yaşayırıq, vəziyyəti hamımız bilirik. Şikayətlənmək əvəzinə gəlirlərimizi artırmalıyıq ki, daha rahat yaşaya bilək də, düzdür? Amma ən azından, amma ən azından mikrofon. Amma ən azından mən yəni istədiklərimi o vaxtıma baxmış, daha rahat şəkildə əldə edə bilirəm. Buradakı qazancımın, buradakı o komfort yaratdığım müəyyən qədər o komfortun sayəsində. Ona görə də mən xoşbəxtəm və bacardığım qədər də insanları xoşbəxtliyə, bu xoşbəxtliyə çağırıram ki, gəlin, sağlamlığınızı da burada qoruyun, gözəlliyinizi də burada qoruyun, cavanlığınızı da burada qoruyun və maliyyə azadlığına çıxın. O rahatçılığı əldə eləyin, o komfortu özünüzə yaradın. Gedin, gəzin. O gün təlimdə Uma xanım bu barədə danışırdı. Orada bir xanım, hicablı bir xanım, bəlkə də bilmirəm, Zoomdadır, adını da bilmədim heç. Qəşəng bir söz işlətdi. Dedi, əslində mömin kasıb olmamalıdır. Mömin elə varlı, imkanlı olmalıdır. Niyə kasıb olmalıyam ki mən? Olmaz ki, mən imkanım yaxşı olsun. Təsəvvür edin ki, ürəyindən keçir ki, sən Allah yolunda işlər görəsən. Amma sən bugün qazancın o deyil ki, sən Allah yolunda işlər görə biləsən. Amma olmaz ki, mən rahat olum maddi baxımdan, maliyyə baxımdan mən rahat olum, azad olum və istədiyim, doğrudan da istədiyim o yaxşılıqları, o Allah yolunda işləri görə bilim. Olmaz ki. Yəni bu barədə bilmirəm bu vaxta qədər nə dərəcədə düşünmüsünüz, amma bu barədə bir də düşünün, yaxşı düşünün. Təsəvvür edin ki, Allah sizdən razıdır. Təsəvvür edin ki, Allah sizi sevir. Peyğəmbər sizi sevir, Əhlibeyt sizi sevir. Peyğəmbərin başı ucu olur sizin gördüyünüz, bu dünyada gördüyünüz işlərə görə. Xoşbəxt olmazsınız. Xoşbəxtlik deyil bu. Belə. Demək istədiyim, çatdırmaq istədiyim fikirlərimi çatdırdım. Bilmirəm, bu mövzuda sual olar. Bəlkə sualınız yaranırsa deyə bilərsiniz. Hə. Bu təklif mənə Uma xanımdan gəlmişdi. Uma xanımın şərəfinə. Ümid edirəm ki, faydalı oldu. Həqiqətən də mən belə deyək də səmimi şəkildə istədim bugünkü özümün hiss elədiklərimi, özümün fikirləşdik, düşündüklərimi istədim çatdırım ki, mən belə istəyirəm. Mən bu işdə ona görə varam. Mən bu biznesdə ona görə varam. Ona görə addım atanda, ona görə bir iş görəndə bunu düşünürəm. Yenə deyirəm, mən də insanam. Mənim də çünki insan unudan deməkdir də. İnsan sözünün mənası odur. İnsan unutqan varlıqdır. Amma yəni belə deyək də xatırlamağı özümə vəzifə eləmişəm ki, tez-tez xatırla. Tez-tez xatırla ki, sən nə üçün burdasan? Mənim özümə aid məqsədlərim var, hədəflərim var, bu öz yerində. Amma axı mənim hədəflərim təkcə bu gün pul qazanmaqdan təşkil olunmuyor. Pul qazanmaqdan ibarət deyil. Mən daha çox şeylər istəyirəm. Yəni başa düşürsüz? Həqiqətən də mən hiss eləmək istəyirəm, başa düşmək istəyirəm, dərk eləmək istəyirəm ki, Allah Taala məndən razıdır. Mən bu işi gördüm. Yəni Allah təkəbbürdən qorusun hamımızı. Yəni
Niyyətim budur ki, Allahın razılığını qazanım. Yəni komandaya nəyisə öyrədəndə də, hansısa bir müştərimiz gələndə onu konsultasiya edəndə də, nə bilim biznes görüşünə gedəndə də, faloya gedəndə də qəlbinizdə bu niyyəti tutun, belə gedin. Bizim top liderlərimiz dostdular da. Amma elə qəşəng bir dənə söz işlətmişdi ki, Oleg burada olanda deyir, siz yəni maddiyyatı düşünməyin işinizi görəndə. Siz işinizi görün. Ürəkdən, həqiqətən də o qarşı tərəfdəki o insana xeyir vermək niyyəti ilə eləyin o işi. Fayda vermək üçün eləyin. İnsanlara faydalı olmaq üçün. Pul onsuz da gələcək də. Pul onsuz da gəlir də, şirkət verir. Sən işini ürəklə gör. Sevə-sevə gör. İnsan çox az deyə bu gün sevdiyi işlə məşğul olan insanlar. Həqiqətən də məsələn avtobusa minirik, metroya minirik, hansısa bir toplum içərisində oluruq. Baxıram ki, insanlar gileylənir öz işindən. O elə olanda birdən yadıma düşür ki, ay Allah, sənə şükürlər olsun. Gör mən necə bir işlə məşğulam ki, rahatam. Mən kimdənsə asılı deyiləm, kimdənsə çəkinmirəm, kimdənsə qorxmuram ki, məni işdən çıxardarlar, qovarlar. Gör necə bir iş qismət eləmisən sən mənə, ay Allah deyirəm. Yəni bu iş, bu şirkətdə olmaq bizim ən böyük şükür səbəbimizdir ki, biz gündə neçə dəfələrlə gərək Allaha şükür eləyək ki, Allah bunu bizə qismət eləyib. Haçansa dua eləmisiniz bəlkə, haçansa bəlkə nə bilim özünüzün də unutduğunuz bir yaxşılığınız keçib bəlkə də kiməsə, Allah sizə yolunuzu buradan salıb, bu şirkətdən salıb. Yəni şəbəkə biznesindən tanışlığı qismət eləyib. Gəlmisiniz, bugün özünüzün müdürüsüz, gəliri belə özünüz təyin eləyə bilirsiniz, özünüzün işləməyinizdən, özünüzün fəaliyyətinizdən asılıdır, belə ədalətli bir şirkətlə əməkdaşlıq eləyirsiniz. Belə keyflə də, həqiqətən də. Mikrofonu açın, zəhmət olmasa. Burada dost, tanış, ətrafına sən istədiyin adamlarla qurursan. Möhtəşəm bir Həqiqətən elədir. Belə, Axşamınız xeyir olsun. axşamınız xeyir. Salamlayıram hər kəsi. Həqiqətən o qədər düşündürücü bir Zoom oldu ki, Aydan xanım, siz danışdıqca özümdə analizlər edirəm. Zaten edirdim. İnanın ki, elə olub ki, yəni o qədər özümlə, yəni harasa gedəndə, yol keçəndə, yəni təhlükəli bir yerdə belə o qədər özümdən danışmışam ki, yəni o yolu mən necə keçmişəm bilməmişəm də. Yəni həqiqətən belə dönəmlərim, yəni tez-tez olur. Və bu günlərdə doğrudan da elə üst-üstə düşdü. Mən bir şey deyim, bu şirkətə gəlməmişdən öncə mən də işləmişəm. Və elə bir yorğun gəlirdim ki, yox, ata yoxdur. Elə bir yorğun gəlirdim ki, təsəvvür edin ki, övladlarımın üzünü belə görə bilmirdim. Gəlirdim, yeməyimi belə bişirə bilmirdim. İnanın Allahıma. Gəlirdim elə, siz necə, elə, nə bilməyim, atırdım yeməyi, orası bişdi, altını söndürdüm, getdim, yatdım. Vəssalam, bu dönəmlərim mənim olubdur və gəlib burada, siz demiş, mən fərqi görəndə övladımla vaxtım yetərincə çox olur. Evimdə iş görə bu şirkəti də yürüdə bilirəmmi? Bəli, edə bilirəm. İstədiyim vaxt gedirəm, ofisdə də edə bilirəm, bəli, bunu da edə bilirəm. Siz demiş, bəli, burada yəni müəyyən qədər çox azadlığımız var. Müəyyən qədər deməzdim, həqiqətən çox azadlığımız var və ailəmizə zamanımız, harasa rahat getməyimiz, gəlməyimiz, doğrudan da fərq çoxdur. Mən tam səmimi söylürəm, minlərcə şükürlər edirəm. İnanın ki, hətta indi də var belə ətrafım, nüfuz dairəm belə açıq deyəcəm, deyirlər ki, başqa iş, mən onların üstündən vururam. Deyirəm, mən heç yanda indidən
sonra gedib məşqə bilmərəm. İnan Allahıma, deyəcə, söhbəti bağlayın da, yəni, başqa söhbət olmasın. Yəni, mən burada o qədər, yəni, rahat. Çünki bir şeyi də vurğulayım Aydın xanım. Təsəvvür edin ki, dünən tanımadığım bir insandır. Uma xanım qəşəng bir söz dedi. Doğrudan da o qədər ətrafımız böyüyür ki, o qədər insanlarla ünsiyyətdə oluruq ki, bir xanım Lənkərandan o qədər də şirin dilli bir xanımdır. Aydın xanım, xanımla danışdıq, belədir. Aynur xanım, mənim uca zoğum getdi. Mənim zoğum yoxdur deyir. O qədər deyir adama deyir, ürək dirək verirsiniz. O qədər deyir, yəni rahat danışırsınız. O qədər deyir, nə bilmə, səmimi danışırsınız. Özdə mənə doktorda, elə bir şeydə doktorda deyirlər ki, Aynur doktor. Hə, İnanın ki, artıq hələ məhsulu almayıbdı. Mənə deyir ki, ürəyiniz nə istəyir, mən Lənkərandan göndərirəm. Yəni, bu cür doğrudan da ətrafımız böyüyür və doğrudan da gözəl dostlar çıxır. Gözəl ətraf çıxır. Və insanları tanımağa başlayırsan bu şirkətdə. Yadlar gəlir, doğmalaşır. Doğman, yəni bu cür doğma olmur. Ona görə də sizləri də sevirəm, şirkətimi də sevirəm. Yaxşı edirsən. Bax, o bayaq məsuliyyətdən deyəndə bir şey yadıma düşdü. Onu orada deməmişdim. İndi istəyirəm bir dənə onu vurğulayım. O deyir ki, uşağa öyrədilə bilən ən yaxşı şey disiplindir də. Yəni, çünki insan əslində daxilində, fitrətində nizam-intizama meyillidir. Yəni, xaos içində insan itib batır. Disiplin də ona görə vacibdir ki, yəni gələcəkdə o məqsədli yaşamağa kömək eləyir də. Ona görə evində balaca uşağı olanlar gərək öyrətsin. Bax, məsələn, mən oğlumdan tələb edirəm. Ola bilər, indi uşaqdır, tənbəllik eləyər, bir də görsən eləməz. Tələb edirəm ki, yəni ona aid olan şeylər, onun görə biləcəyi şeylər, özünə aid olan şeyləri tələb edirəm ki, elə. Məsələn, yuxudan durdu, deyirəm, yerivi yığ. Öz yerivi necə bacarırsan. Mən komissiya yoxlama deyiləm də, baxım ki, orası düzdür, burası düzdür. Necə bacarırsan, amma öz yerivi özün yığ. Dünənləri anam bizdə idi. Baxdım ki, onun yerini yığıb, durub, onu da yerini hamarlayıb. Götürdüm, yeri dağıtdım belə. Dedim, eləmə. Mama şoka düşdü. Mən sənə elə olmuşam. Nə deyirəm, çox naxaq yerə mənə elə olmamısan da. Yəni, mən kaş elə olardım. Yəni, kaş elə olardım. Yəni, düzdür, mənim bu şirkətə gələndən sonra, bu komandaya gələndən sonra düşüncə tərzim dəyişilib, məqsədli yaşamaq, məqsədli olmaq nədir, burada öyrənmişəm. Amma mənə uşaqlıqdan o aşılansaydı, o disiplin, mən, yəni, bəlkə daha başqa cür olardım. Çağırdım, dedim, yeri gəl yığ, özü yığdı yerini. Yəni, həmişə ondan onu tələb eləyəndə də, nəsə özünə aid bir şeylər tələb eləyəndə deyirəm ki, bax, bu sənin məsuliyyətlərində. Bugün sənin bu yaşına görə bu məsuliyyətlərin var. Məktəbə getmək, dərsini oxumaq. Yəni, hər kəs öz vaxtında öz məsuliyyətlərini yerinə yetirməlidir. Təsəvvür elə ki, deyir, axı, məsələn, həvəsim yoxdur, məsələn, deyirəm də, hansısa bir şey deyəndə. Deyir, amma təsəvvür elə ki, mənim ailənin içində məsuliyyətlərim var da. Məsələn, yeməyi evin qadını bişirir, palı-paltarı evin qadını yuyuruq da, düzdür? Çoxumuz indi xanımlıq bilirik. Təsəvvür ki, mən deyim ki, mənim həvəsim yoxdur bugün. Mən yemək pişirmək istəmirəm. Nə baş verəcək? Ac olacaqlar da, yəni inciyəcəklər, nə bilim, narazılığa səbəb olacaq. Şükürlər olsun ki, yəni elə problemlər yoxdur, amma yəni elə ailələr ola bilər ki, məsələn, qadın öz məsuliyyətini yerinə yetirməsə, əri bəlkə onun dalaşar da, bəlkə döyər də, bəlkə söyər də, bəlkə boşanmağa qədər gətirib çıxardar da, düzdür? Yəni, insan öz məsuliyyətlərini yerinə yetirməyəndə, o, yəni, ailə, cəmiyyət içərisində çox ciddi problemlərə gətirib çıxardır. Ona görə o disiplini, o məsuliyyəti elə uşaqlıqdan aşılamaq lazımdır uşaqlara. Ki, o şəkildə böyüməyə alışsınlar. Ki, bu mənim məsuliyyətlərimdir və mən bunu davamlı şəkildə eləməliyəm. Öz məsuliyyətimdən boyun qaçırda bilmərəm, özümün görəcəyim işi başqasının boynuna yaza bilmərəm, öhdəsinə buraxa bilmərəm. Zəhmət çəkməliyəm, bu mənim işimdir, bunu mən görməliyəm. Bu şəkildə, yəni,
İndi elə hamımız elə böyüməsək də, indi məsələn mən əzizlənmişəm. Dəyməyin qızımız oxuyur. O hazırlıqdan get, bu hazırlığa gəl, bu hazırlıqdan get, o hazırlığa gəl. Amma yəni düzdür, həyat o bayaq dedim ki, insan öz məsuliyyətlərini yerinə yetirməyəndə həyat özü səni vadar eləyir. İndi elədir ki, indi mən nəsə tələb eləyən yoxdur ki, düzdür, amma mən indi artıq həyatı başqa cür görürəm axı, başqa cür başa düşürəm axı. Ona görə bunu işimizə də gətirməliyik. Biz necə ki bilirik ki, məsələn, mən əgər yoldaşım hər hansısa bir paltar ona sabaha lazımdırsa və o paltar çirklisə, mən onu bugün yuyub, qurudub, ütülüyüb, səliqəli şəkildə verməli idimsə, ona eləməmişəmsə, problem olacaqsa, işimizə də bu cür yanaşmalıyıq. Bizdən müdürümüz yoxdur deyəndə deyirik ki, müdür yoxdur, bizdən tələb eləyən yoxdur, amma özümüz özümüzdən tələb eləməliyik. Özümüz özümüzü elə bir ki, başının üstündə qalxan kimi deyə ki, elə. Ax, sənin məqsədin var, ax, sənin niyyətin var. Haranı gözləyirsən? Bu arxayınlıq, bu rahatlıq hardandır? Bugün sağlamsan, bugün canında can var, işini gör də. Belə, məncə yekunlaşdıraq. Axşamınız xeyir olsun. Axşamın xeyir olsun. Danışdıqca mənim də gülmək tutdu. Hətta Xaçmazdan keçən ildə Aydan xanım gəlmişdi bizə, üzüm gəlmişdi, biraz da fındıq gəlmişdi, yadınıza düşür. Doktor deyə. Bir bəy gəldi, bizə heç müalicə götürmədən, etmədən promoy payımızı gətirmişdi ofisə. Həqiqətən insan birinci növbədə özünə özgüvən bilir bu şirkətdə, özgüvənli bilir. Çünki niyə? Məsələn, qabaqlar hansısa bir həkimdən asılı olacaqdısa, indi neçə dənə getmişəm, testdən çıxmışam yoldaşımla bərabər. Ancaq özüm deyirəm ki, yox, müalicə yazmayın. Artıq bir çoxu da bilir ki, müalicə yazmırlar bizə. Çünki özünüz mütəxəssisiniz, sizin məhsullar var, əvəz edici də var, məsələn, istifadə edərsiniz. Gəlib həqiqətən də fikirləşirəm, indi yoldaşıma da deyirəm, Zoom gedi, o da qulaq asır. Mənə baxır, deyir ki, artıq 2 ildir ki, daha doğrusu 4 ildir, daha onun 1 ili belə deyim də özümə məşğul oldum. 3 ildir ki, artıq mən restoran sistemindəyəm. Sən 2 ayı evdə ayın elə bir ki, 2 ayını sən idarə edirsən. Deyirəm, yox, təkcə ayın 2 ayını yox. Məsələn, ayrı vaxtlarda da indi köməkli edirik. Amma vaxt var idi ki, 4 il öncə evdə otur, işığı yandır, qazı yandır. Ancaq hökumətə pul verirdik də, sadəcə havaydan. Amma indi çalışıram və Allah da həqiqətən də bəyənir. O bayaq dediniz, Allah da sevir, yəni ki, insan hərəkət edəndə, çalışanda, öz işini sevəndə, həqiqətən də evdə, toyda, restoranda, hara olur olsun, işimiz biznəndir. Ona görə də o işi ürəklə sevirəm. İndi bilmirəm hansı yaxşılığım olub ki, mən bu şirkətə gəlmişəm. Birdən deyirəm, hansı duam qəbul olub ki, özdə bizdə namaz qılan da olmayıb. Rəhmətli atam da anam da namaz qılan olmayıbdı, amma dinə meyilli insan olubdu anam. Yəni deyirəm, onların bir yaxşılığı olub, bir yaxşı səbəbi olub ki, mən bu şirkətə gəlmişəm. Çünki həmişə istəmişəm öz biznesim olsun. Özüm onu idarə edim. Məni heç kəs idarə etməsin. Bir balaca da çətin adamam, ona görə istəmirəm ki, kimsə məni idarə eləsin. Ona görə mən də həqiqətən sevirəm şirkətimizi. Siz də sevirəm, yaxşı buradayam. Biz Allaha şükür elədikcə, Quran ayəsidir ki, Allah şükür elədikcə neməti artırır da. Yəni biz Allaha şükür eləməliyik ki, buradayıq, amma eyni zamanda da işimizin qədrini bilməliyik ki, Allah bu neməti əlimizdən almasın. Ona görə də başlayaq canla, başla, məsuliyyətlə, qollarımızı çirməliyib başlayaq və həqiqətən də o ali hədəfimizə doğru, ali məqsədimizə doğru, hansı ki, Vüqar müəllimin komandasını digər Siberian Wellness bütün komandalarına fərqləndirən başqa bir tərəfi də var ki, bizim hər birimizin məqsədi, ayrı-ayrı məqsədlərimiz olmaqla bərabər komanda məqsədimiz də var ki, biz Allah yolunda işlər görmək istəyirik və burada kim davamlıdırsa, hələ də varsa, davam edirsə, deməli Allah Taala onlara bunu nəsib eləmək istəyir, onu vermək istəyir. Ona görə də ürəklə işləyin, sabahdan daha başqa bir enerji ilə, başqa bir ab-hava ilə işləyin və başa düşün ki, siz
bir çox insanları xoşbəxt eləyə bilərsiniz. Allah Taala sizin qərar verib, yəni sizi vasitəçi qərar verib. Bu yolda hər birinizə uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram, tövfiqat arzulayıram. Allah yolunuzu açsın, açıq eləsin və inşallah ki, uğurlara çatasınız. Uma xanım, nəsə demək istəyirsiniz? Buyurun. Bəli, bir də axşamınız xeyir olsun hamıya. Demək istədim ki, ayın 19-u İnşallah. Qızıl Dağları bizi gözləyir. Unutmayın, indidən öz dəftərlərinizə, vərəqələrinizə yazın ki, ayın 9-u siz hamınız Qızıl Dağlarında olacaqsınız. İnşallah. Allahın izni ilə. Gedəcəyik, orada istirahət edəcəyik və işlərimizi görəcəyik. Allah qoysa. 9'u 19'u. 19. 19. İnşallah. Oldu. Sağ olun. Gələn görüşlərə dək gecəniz xeyrə qalsın. Uğurlarınız bol olsun. Sağ olun, gecəniz xeyrə. Sağ olun.